Salam əziz şagirdlər. Bugün çoxumuzun əziyyət çəkdiyi, məsələlərdə problem yaşadığı qametogeniz prosesi haqqında danışacağıq və qametogeniz prosesi biz dedik ki, qametlərin əmələ gəlməsidir. Ümumiyyətlə, qametlərin əmələ gəlməsi 3 mərhələdə baş verir. Çoxalma, böyümə və yetişmə mərhələsi. Spermatozoidlərin əmələ gəlməsinə biz spermatogeniz adlandıracağıq. Yumurtaca ilə əmələ gəlməsi isə ovogeniz adlanır. Baxaq birinci spermatogenezə. Hüceyrələr çoxalma mərhələsinə girir ki, çoxalma mərhələsində mitoz bölünmə keçirmə baş verir. Və mitoz bölünmənin sonunda əmələ gələn bütün hüceyrələrin xromosom dəsti 2N2C olur. Bundan sonra keçəcək hansı mərhələyə? Böyümə mərhələsi. Böyümə mərhələsində heç bir, deməli biz deyəcək ki, bölünmə prosesi baş vermir. Burada hüceyrə sayı dəyişmir. Sadəcə olaraq interfaza prosesini yerinə yetirəcək. İnterfaza. Və interfazada artıq xromosom DNT ikiləşdiyinə görə böyümə mərhələsinin sonunda olan hüceyrələrin xromosom dəsti 2N4C olacaq. Burada artıq baxsaq, xromosomlar 2 xromatidli olur. Çünki niyə? DNT zəncirləri ikiləşir. Böyümə zonasından sonra biz deyəcəyik ki, burada daxil olacaq deməli, yetişmə zonasına və yetişmə zonası artıq meyoz bölünmə keçirir. Meyoz birinci bölünmədə bir hüceyrə yetişmə zonasına daxil olarkən 2 hüceyrə əmələ gəlir ki, bu meyoz bir bölünmədə Crossingover hadisəsi də baş verir və gen mübadiləsi baş verdikdən sonra hər bir hüceyrənin xromosom dəsti N2C olur və qütblərə 2 xromatidli xromosomlar çəkilmiş olur. Artıq meyoz ikinci bölmə. Biz bilirik ki, meyoz 1 ilə meyoz 2 arasında interfaza baş versə də qısa müddətdə olur və DNT ikiləşmir. Ona görə meyoz 2-də artıq heç bir xromosom dəstinin, yəni ikiləşmə baş vermir və meyoz 2-də hər bir hüceyrədə bölünərək 4 hüceyrə əmələ gəlir ki, hər bir hüceyrənin xromosom dəsti NC olur. Çünki meyoz bölünmədə biz demişik ki, xromosom dəsti 2 dəfə azalır. Spermatogeniz hadisəsində, daha doğrusu spermatogeniz prosesində əmələ gələn 4 hüceyrənin hər biri spermatozoid, yəni qametə çevrilir. Və hər bir qametin xromosom dəsti NC olaraq olmuş olacaq deyirik. Deməli, spermatogenezdə bir hüceyrə yetişmə zonasına daxil olarkən 4 hüceyrə əmələ gəlir ki, bunların da hər biri 4-ü də qametə çevrilmiş olacaq deyirik. İndi gəlirik metafaza, daha doğrusu üzr istəyirəm, ovogeniz mərhələsi. Ovogeniz yumurtaca ilə əmələ gəlməsidir. Burada da çoxalma mərhələsinə yenə mitoz bölünmə keçirir. Və mitoz bölünmənin sonunda əmələ gələn hüceyrələrin xromosom dəsti 2N2C olur. Daha sonra böyümə mərhələsinə gedir. Böyümə mərhələsi interfaza baş verir. Burada xromosom dəsti əmələ gələn, daha doğrusu iştirak edən hüceyrənin xromosom dəsti 2N4C olur və hər bir hüceyrə artıq yetişmə mərhələsini getdikdə meyoz bölünmə keçirir. Meyoz birinci bölünmədə 2 hüceyrə əmələ gəlir ki, bunların biri daha böyük, digəri isə kiçik olur. Biz bu kiçik hüceyrəyə birinci dərəcəli yönəlici cisimciyi adlandırırıq. Digəri isə adi hüceyrədir. Artıq meyoz ikinci bölünmə zamanı isə burada da deməli hər bir hüceyrənin N2C xromosom dəsti olur, N2C. İkinci meyoz bölünmədə belə deyək də, daha böyük bir hüceyrə bölünür. Bir dənə böyük və kiçik hüceyrə birinci yönəlici cisimciklər də bölünəcək, ikinci dərəcəli yönəlici cisimciklər əmələ gəlmiş olacaq deyirik. Və bunlardan ovogeniz hadisəsində bir hüceyrə, daha böyük olan hüceyrə, bu yumurta hüceyrəyə çevriləcək, yəni qameti çevriləcək, yumurta hüceyrə. Digər üçü isə ikinci dərəcəli yönəlici cisimciyə çevrilir ki, bunların da mayalamadan sonra artıq soğurulub getmiş olacaq. Deməli onda ovogenizdə bir hüceyrə daxil olduğu zaman 4 hüceyrə əmələ gəlir ki, bunun biri qamet olacaq, qalan üçü isə yönəlici cisimcik olmuş olacaq. Məsələn, belə bir misal yazaq. Qadının
yetişmə zonasına 7 hüceyrə daxil olub. Yetişmə zonasına 7 hüceyrə daxil olub. Bu zaman neçə qamet əmələ gələr, neçə yönəldi cisimciyə əmələ gələr. Qadının yumurtalığında deyiriksə, normalda bir hüceyrə daxil olarkən 4 hüceyrə əmələ gəlir. 7 hüceyrə daxil olubsa 28 hüceyrə əmələ gəlib. Bizdən qamet sayını soruşur. Bir hüceyrə daxil olarkən, baxsaq, sonda da bir qamet əmələ gəlirsə, deməli 7 hüceyrə daxil olubsa, 7 qamet əmələ gələcək. Ümumi 28 hüceyrənin 7-si qametdirsə, yerdə qalan 21-i isə nə olacaq? Günəlli cisimcik. Belə sual verə bilər. Qadının yetişmə zonasına 7 hüceyrə daxil olubsa, neçə qamet X xromosomu daşıyar deyiriksə, biz qadınlarda XX olur. Ona görə 7 qametin 7-si də X xromosomu daşımış olacaq. Bu qadınlarda. Kişilərdə toxumluğu yetişmə zonasına 7 hüceyrə daxil olubsa, neçə hüceyrə əmələ gələr, neçə qamet əmələ gələr? Baxaq, bir hüceyrə daxil olarkən 4 hüceyrə əmələ gəlir və 4 qamet əmələ gəlir dedik. Onda 7 hüceyrə daxil olarkən 28 hüceyrə əmələ gələcək, 28 dənə də qamet əmələ gəlmiş olacaq. Və kişilərdə xromosom XY-dir, yəni heteroqametdir. Bu zaman 28 qametin 14-ü X xromosomu daşıyacaq, 14-ü isə Y xromosomu daşımış olacaq deyirik. Bu insandadır. İndi isə bəzi canlılar var ki, onlar dişi heteroqametliyə malikdir. Məsələn, quşlar, sürünənlər, kəpənəklər. Bunlarda dişiləri biz deyəcəyik X, Y olmuş olacaq. Erkəkləri isə erkəklər isə erkək homoqamet, yəni XX olmuş olacaq. Amma eyni qaydada getmiş olur. Bitkilərdən isə çiyələk. Bunların da biz deyəcəyik dişiləri X, Y olacaq, erkəkləri isə olacaq XX olmuş olacaq.